Borcunu qaytarmayan adam, verməyən, qaçıb gizlənən qiyamət günü necə olacaq? Qiyamət günü o borcu alacaqsan ondan. Emin Babayev soruşur, bir söz soruşum. Qiyamət günü borcu olanın üstündə pul olacaq ki, borcunu qaytarsın. Qardaş, o pul qaytarmaq, o bu dünyada aiddir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, o gün gəlməmiş, bu gün halallaşın. O gün dinar, dirhəm yoxdur. O pul söhbəti halallaşma, o bu dünyaya aiddir. Birdən əgər verməyib, qaçıbsa borcu alan, düzdür? Ölüblər. Qalıb o dünyaya. Yaxşı olar ki, bu dünyada halallaşasan. Çünki orada çətindir. Niyə? Orada, bəli, pul yoxdur. Qiyamətdə pul yoxdur, düz deyirsən. Pul olmayacaq, halallaşsın, qaytarsın. Amma orada savab və günahlardır. O haqdır, düzdür, borc vermişəm filan məbləğdə, qaçıb, yoxdur. Həmin o məbləğin miqdarında və haqlar da qul haqqıdır da bu. Haqlar da fərqlənir. Böyük haqq, kiçik haqq, insan haqqları, qul haqqları fərqli olur, bir dərəcədə deyil. Və o haqqın miqdarında qiyamət günü gələcəklər. Borc verən adam, borcu alıb qaçan adam, hansı ki, haqqını yeyib, qaytarmayıb bu dünyada. İndi halallaşma olacaq, düzdür? Qiyamət günü halallaşma necə olacaq? Onun savablarından, o gün pul yoxdur, dinar, dirhəm günü deyil, savab günah günüdür. Düzdür? Tərəzi açılacaq. Sənin günahların, savabların qoyulacaq tərəziyə. Hansı üstün gələcəksə, sən onunla cənnət, cəhənnəm həll olur. Həmçinin bütün insanlar. Onun savabları, həmin o borcun, haqqın miqdarında onun savabları götürülüb veriləcək sənə və sən razı qalmış olacaqsan. Artıq halallaşacaqsan. O gün sənə heç pul lazım olmayacaq. Çünki o gün heç bir pulun faydası yoxdur. Savabın faydası var. Onun savabları götürüb veriləcək sənə və sən razı qalacaqsan. Sənə zülm edilməyəcək. Birdən deyə bilərsən ki, Rəşad qardaş yetimdir, miskindir, savabı yoxdur. Onda bəs necə olacaq? Onda sənin günahların götürüb veriləcək ona, yüklənəcək və sən buna razı qalacaqsan. Çünki o gün sənə savab veriləndə sevinəcəksən. Günahların azalanda, götürülüb başqasına verəndə artıq sən buna sevinəcəksən və razı qalacaqsan. O gün halallaşma savab və günahlarla olacaq. Ona görə Allahın Rəsulu aleyhissalatu vesselam deyir ki, o gün gəlməmiş, hansı ki, dinar, dirhəm fayda verməyəcək. Bu gün halallaşın. Çünki o gün çətin olacaq. Sənin qardaşın bir savaba ehtiyacın olacaq. İnsanın bir savaba. Deyəcək ki, kaş ki, bir dəfə bu dünyada Subhanallah deyərdim. Kaş ki, bir savab, bir zikr edərdim. İndi nə qədər böyük ehtiyacım var. O savaba ehtiyacı olan gün götürülür sənin savabın verilir başqasına. Yaxud sənin savabın yoxdursa, onun günahı götürülüb yüklənir sənə və beləliklə ədalət qorunur, heç kimə zülm edilmir. Lə zulmə əl-yevm. Allah deyir, bugün zülm yoxdur. Hamı öz haqqını alacaq. Belədir, qardaşım.